Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli CBC Sport tamaşaçıları, təkbətək verilişini izləyirsiniz və biz bugün təkbətək verilişində UFC döyüşçümüz Rafael Fiziyev ilə həmsöhbət olacaq. İyunun 27-si Bakıda keçiriləcək UFC döyüşünün əsas qəhrəmanlarından biri olan Fiziyev bizim təkbətək layihəsinin artıq ikinci dəfədir ki, qonağıdır. Xoş gördünüz proqramımızda. İllər əvvəl siz hələ yenicə Azərbaycan adında çıxış etməyə başlayanda təkbətək layihəsində biz sizinlə həmsöhbət olmuşduq. Amma indi artıq illər keçib və bugün də siz Bakıdakı yarışa hazırlaşırsınız. Öncə soruşmaq lazımdır ki, atmosfer necədir və hazırlıq necə keçdi? Ожидания всегда, которые у меня ожидания, здесь они всегда... Mənim buradakı gözləntilərim hər zaman daha da böyüyür. Hər şey gözlədiyimdən də daha möhtəşəm, daha yaxşı, daha parlaq və daha rəngarəng olur. O vaxtdan bəri bura gəldiyim üçün, doğma torpağımı təmsil etdiyim üçün çox şadam və ömrümün sonuna qədər bununla qürur duyaraq, sevinərək yoluma davam edəcəm. Qələbələrimizi bizim ictimaiyyət, xalqımız üçün qazanmağa çalışacağım. Çünki bu azarkeşlərimizə bəlli bir xoşbəxtlik bəxş edir. Məncə biz ilk növbədə həmçinin ondan danışmalıyıq ki, Bakı artıq ardıcıl ikinci dəfə UFC döyüşlərinə ev sahibliyi edir. Bu turnirdən və bu təşkilatçılıqdan nə söyləyə bilərsiniz? Yəni sizcə Bakı UFC gecələri necə fərqlənir? Ну, Azərbaycan это такой, Baku это всегда был такой. Bilirsiniz, Azərbaycan, yəni Bakı, hər zaman Şərqin, Avropanın və Asiyanın qovşağı olub. Burada hər şey həmişə bir-biri ilə birləşib, qədim zamanlardan bəri həmişə hansısa yeniliklər, sıçrayışlar baş verib. Bax, indi də bu ənənəni davam etdirirlər. UFC-ni Rusiyaya gətirdilər. Orada 2 turnir keçirdilər, sonra heç kim bunu etmədi. Bizimkilər isə yenə də hər şeyi dəqiq, gözəl şəkildə təşkil etdilər və fərqlənməyi bacardılar. Buna görə şadam. Bizim insanlar döyüş idman növlərini, əlbəyaxa döyüşləri çox sevirlər. Да, наши люди любят это, и это будет расти, я думаю, все больше и больше. Rəqibiniz Manuel Torres UFC döyüşlərində, xüsusən də onunla öyünür ki, birinci raundda qələbələr qazanır və nokautla qələbələr qazanır və 100% finish göstəricisine malikdir. Onun bu aqressiv start planına nə qədər hazırsınız? Честно сказать, для меня без разницы, он там бои заканчивает в первых раундах, вторых раундов. Düzün desəm, mənim üçün heç bir fərqi yox. Döyüşü birinci raundda bitirir, yoxsa ikinci raundda. Çimərlikdə fotolar çəkdirir, modeldir, yoxsa başqa biridir. Bu məni maraqlandırmır. Döyüşə necə çıxması, hansı hərəkətləri etməsi də önəmli deyil. Mən yalnız bir şey bilirəm, qəfəsdə üz-üzə gələndə onun hər bir gedişinə 100% hazır olacağam. Əlbəttə, onun zərbə gücünü və bacarıqlarını analiz edib nəzərə alıram. Qarşıma hansı sürprizlə çıxırsa çıxsın, mən tam hazır vəziyyətdə olacağam və qəfəsdə bütün varlığımı ortaya qoyacağam. И я готов к ним. Что бы он для меня там ни сделал, я буду готовым к этому и всего себя буду оставлять в клетке. Döyüşə cəmi bir neçə gün qalıb və nəzərə alsaq ki, siz Taylandda hazırlıq prosesini keçmişsiniz. Bakıya uyğunlaşmaq, aklimatizasiya prosesi necə keçir sizdə və artıq Bakı, belə deyək, azarkeşlərindən, Bakıda olan auditoriyadan bu döyüşdə nə gözləyirsiniz? Я готов на 100% всегда. Mən həmişə 100% hazıram. Harda olmağımdan asılı olmayaraq 100%. Xüsusi bir aklimatizasiya yoxdur. Çünki saat fərqi cəmi 3 saatdır. Hündürlük baxımındansa Bakı Taylanddan hətta biraz daha aşağıda, dəniz səviyyəsindən aşağıda yerləşir. Ona görə də iqlim fərqi hiss olunmur. Bəli, 100% hazıram. Bu dəfə həyatımda ilk dəfədir ki, döyüşə ailəmlə birlikdə gəlmişəm. Ailəm də buradadır, şəhərdə istirahət edir, həzz alırlar. Bunun xüsusi bir səbəbi yoxdur, sadəcə uzun müddətdir burada olmamışdıq. Я готов на 100%, как всегда. Özünüz də söylədiniz, elə Bakıya çatan kimi bir Azərbaycanlı və Meksikalı döyüşəndə çox maraqlı mənzərələr olacaq. Bəs necə fikirləşirsiniz? Sizin əks taktikanız nə olacaq Manuel Torres'in bu döyüş tərzinə uyğun və biz, tamaşaçılar, azarkeşlər sizdən Bakıda hansı döyüş gözləyək, necə tərzdə bir döyüş gözləyək? Да, как я говорю, мексиканцы славятся своим сердцем, азербайджанцы еще больше своим сердцем славятся. Вот, и... Bəli, dediyim kimi, Meksikalılar döyüşçan xarakterləri və ürəkli olmaları ilə tanınırlar. Lakin Azərbaycanlılar bu keyfiyyətləri ilə onlardan daha çox seçilirlər. Qarşıda bizi 25 dəqiqəlik böyük bir hesablaşma gözləyir.
Bu müddətdə arsenalımdakı hər şeydən istifadə edəcəm. İmkan olsa güləşəcəm, imkan olsa zərbələr vuracam, fürsət düşsə fəndə salacam. Əminəm ki, rəqibim də eyni şeyi planlaşdırır. Mən həmişə döyüşün mümkün qədər uzun çəkməsini istəyirəm. Çünki qəfəsdə keçirdiyim hər andan, o ağrıdan, rəqiblə üz-üzə gəlməkdən həqiqətən zövq alıram. Döyüş zamanı tərlədiyimi, yorulduğumu hiss etməyin özünü belə sevirəm. Qarşıdurma nə qədər uzun çəksə, bir o qədər baxımlı və gözəl olacaq. Karyeramın ən böyük məqsədlərindən biri odur ki, azarkeşlər mənim döyüşlərimi izləyəndə videonu irəli çəkmək istəməsinlər. Tam əksinə, ona təkrar, 2-3 dəfə baxsınlar. Döyüş uzansa buna yalnız sevinərəm, amma təbii ki, əsas hədəfim qələbə qazanmaqdır. Matrixi mütləq görəcəyik. Əgər o, başıma çox zərbə atmağa çalışsa və elə bir vəziyyət yaransa, Matrix hər zaman işə düşməyə hazırdır. Матрицу, если он будет слишком много пинать меня по голове, где-то будет что-то, то матрица всегда она рядом. Yəqin ki, biz və tamaşaçılar da artıq xüsusi olaraq qeyd etməliyik ki, sizin fevral ayında keçirdiyiniz döyüşdə məğlubiyyətiniz və artıq müəyyən bir zaman keçib, reabilitasiya periodu necə keçdi və bu döyüşə tam olaraq hazırsınızmı? На самом деле, когда я гоняю вес, я очень дисциплинирован. Əslində, mən çəki salma prosesinə yanaşmada həddindən artıq intizamlıyam. Bu prosesə döyüşdən təxminən 2 ay yarım, 3 ay əvvəldən başlayıram. Gündəlik həyatda çəkim 90 kiloqrama yaxın olur, lakin mən 70 kiloqramda çıxış edirəm. Bu isə o deməkdir ki, düz 20 kiloqram çəki atmalıyam. Bu işi tam peşəkar və sistemli şəkildə qurmuşam. Bu sənayenin ən yaxşı diyetoloqlarından biri olan Jasonla çalışıram. Hər şeyi vaxtında və düzgün etdiyim üçün döyüş həftəsinə tam hazır daxil oluram. Bəlkə də illərdir bu idmanın içində olduğum üçün bədənim artıq avtomatlaşıb. Döyüşə 2 həftə qalmış orqanizmimdə sanki gizli bir idman rejimi düyməsi aktivləşir və çəki öz-özünə sürətlə əriməyə başlayır. Çəki ilə bağlı heç bir problemim yoxdur. Hər şey əladır. Hətta son 2 gündür ki, tam rahat şəkildə ürəyim istəyən hər şeyi yeyirəm. Bura qutablar da daxildir, kebablar da. Super sıx qidalanıram. Hazırda biz çəkini salmağa yox, əksinə biraz qaldırmağa çalışırıq. Çünki çəkim normadan biraz daha sürətlə aşağı düşür. Bir sözlə vəziyyət gözlədiyimizdən də idealdır. Döyüş artıq yerdə qaldı. Necə keçməli idisə elə də keçdi. Çox məşhur və dahil bir insanın belə bir müdrik kəlamı var. Bu həyat dəyişən şəraitlərin ardıcıllığıdır. Bir gün hər şey sənin xeyrinə olar. Təkəbbürlü olma, lovğalanma. Digər günsə hər şey sənə qarşı dönər. Onda da səbr nümayiş etdir. Keçmişdə yaşanan o çətinlikləri, uğursuzluqları gələcəyə daşımaq, bugünə gətirmək olmaz. Mən məhz bu fəlsəfə ilə yaşayıram. Bu mənim həyat hekayəmdir. O döyüşdə elə alındı və salam. Mən o məğlubiyyəti ürəyimdə bura, şənbə gününə gətirmirəm. Çünki şənbə günü oktagonda hər şey mənim öz əlimdə olacaq. Mən qələbə üçün insani olaraq əlimdən gələn hər şeyi edəcəm. Lakin hər şeyi Allaha təvəkkül edirəm. Ən əsas nəticəni isə böyük Allahın öhdəsinə buraxıram. Буду делать все для победы и оставляю самый главный результат на Аллахе. Bu yaxınlarda müsahibələrin birində qeyd etmişdiniz ki, sizin üçün Las Vegasda döyüşmək daha gözəldir və ümumiyyətlə orada döyüşməyi çox xoşlayırsınız. Bəs Bakını Las Vegasdan xüsusilə ayıran məqam hansıdır və biz tamaşaçılar olaraq Bakıda necə Rafael Fiziyevi görəcəyik? Я всегда так говорю, что Söhbət auditoriyadan və azarkeşlərin enerjisindən gedirsə, məsələn, şərti olaraq əmirliklərdə və ya Amerikada da eyni şeydir. Mən həmişə deyirəm, qəfəsin qapısı bağlandıqdan sonra onun harda yerləşməsinin heç bir fərqi yoxdur. İstər ayda olsun, istər Marsda, istər Vegasda, istərsə də Bakıda. Qapı kilitlənir və siz orada rəqiblə baş-başa qalırsınız. Harda olmağınız önəmli deyil, artıq hər ikiniz qəfəsdəsiz. Digər tərəfdən hamı elə bilir ki, doğma vətəndə, doğma divarlar arasında döyüşmək idmançı üzərində böyük psixoloji təzyiq yaradır. Xeyr, məndə tam əksidir. Keçən ildə bu dəfə də bura gələndə eyni şeyləri hiss etdim. Bakıya ayaq basanda heç bir həyəcan və ya narahatlıq keçirmirəm. Özümü o qədər rahat hiss edirəm ki, sanki döyüşə yox, istirahətə gəlmişəm. Hətta bu həddindən artıq sakitlik məni biraz daxilən narahat edir. Amma şənbə günü arenaya yollananda, əlbəttə ki, sanki son döyüşümə çıxırmış kimi daxili enerjimi maksimuma çatdıracam. Döyüşə getdiyimi tam dərk edəcəm, lakin üzərimdə heç bir təzyiq olmayacaq. Çünki mən Las Vegasda oktagona çıxanda da dünyanın dörd bir yanından milyonlarla azərbaycanlı məni izləyir.
Bakıda çıxanda da eyni milyonlar ekran qarşısında olacaq. Məni çaşdıran tək şey odur ki, mən Bakıya hər zaman evə, dincəlməyə, kebab yeməyə, şəhəri gəzməyə, təbiətdən zövq alıb qohumlarıma baş çəkməyə gəlmişəm. İndi isə ardıcıl 2-ci ildir bura sırf döyüşmək üçün gəlirəm və beynim hələ də bura döyüş yeri kimi baxmağa alışa bilmir. Bəlkə də gələcəkdə bu hiss dəyişəcək, amma hələ ki çox sakitəm. Я начну чувствовать сюда, что я приеду сюда и чувствую, что буду драться. Нет, пока нет, я очень спокоен. Я уверен, когда начнется UFC, все не будут смотреть футбол, все UFC пойдут смотреть. Əminəm ki, UFC başlayanda heç kim futbola baxmayacaq. Hamı UFC-ni izləməyə gedəcək. Futbolçular nə edir ki? 22 nəfər bir sahədə bir topun arxasınca qaçır. Amma burada 2 nəfər qəfəsdə döyüşür. Bu daha maraqlıdır. Ona görə də əvvəlcə futbola baxacaqlar, UFC başlayan kimi qaçıb UFC-ni izləyəcəklər. Sonra isə yenidən futbola qayıdacaqlar. Ну вот так, да, как бы, что еще сказать. Elə son UFC döyüşlərini xatırlasaq, hazırda aktual olan məsələ Justin Gaethje'nin İlya Tapuriyanı məğlub edərək Ağ Evin qarşısında keçirilən həmin o möhtəşəm döyüşdə qələbə qazanması və çempionluq titulu qorunması ilə yadda qaldı. Həmin döyüşü izlədinizmi? Və biz deyə bilərik ki, Rafael Fiziev, Manuel Torres'lə döyüşdə qalib ayrıldıqdan sonra bəlkə Justin Gaethje ilə revanş döyüşü istədi. Нет, я реванш просить не буду. Я его и не заслуживаю сейчас, я очень далеко от него. Xeyr, mən heç bir revanş istəməyəcəm. Real danışsaq, hazırda buna layiq də deyiləm. Çünki həmin pillədən kifayət qədər uzaqlaşmışam. UFC-dəki əsas amalıma, qızıl kəmərə və titul yarışına yenidən qayıtmaq üçün mənə ardıcıl bir neçə inamlı qələbə lazımdır. Yenidən top 5-liyə daxil olmaq üçün var gücümlə çalışacağam. Turnir həftəsində olanda növbəti rəqiblər barədə qətiyyən düşünmürəm. Bəlkə də bəzi idmançılar üçün turnir ərəfəsində gələcək planlar qurmaq normaldır. Qarşımda konkret rəqib varsa, fikrimi başqa birinə yönəldə bilmirəm. Tam olaraq cari döyüşə köklənirəm. Mən bu məsələdə UFC rəhbərliyinə tamamilə güvənirəm. Onlar karyeram boyu mənə həmişə ən ideal, ən maraqlı döyüşləri təqdim ediblər. UFC-də hər şey qaydasındadır. Əminəm ki, bu həftə döyüşdən sonradan mənim üçün əla bir qarşılaşma hazırlayacaqlar. Mən sadəcə döyüşməkdən zövq alıram. Ona görə də növbəti rəqib olaraq kimi versələr, onunla da oktagona çıxacağam. Поэтому кого бы мне не дали, он будет следующим. Digər həmyerlilərimizin döyüşləri barədə nələr söyləyə bilərsiniz? Nazim Sadıqovun da döyüşü kifayət qədər maraqlıdır və həmkarlarınız barədə, onların döyüşləri barədə gözləntiləriniz nə qədər yüksəkdir? Я не знаю, может быть, я повлиял, может, меня повлиял. Если я повлиял, я только рад. Если нет, то нет. Bu inkişafda mənim rolumun olub-olmadığını dəqiq deyə bilmərəm. Əgər zərrə qədər də olsa payım varsa, bunun üçün ancaq qürur duya bilərəm. Mən bizim bütün döyüşçülərimizə görə ürəkdən sevinirəm. Ən böyük arzularımdan biri UFC layihəsində daha çox Azərbaycanlı idmançının yer almasıdır. İnanıram ki, gələcəkdə bu rəqəm daha da artacaq. Çünki bizim uşaqlar çox güclüdürlər. Onların böyük döyüşçü ürəyi var. Məsələn, UFC-yə yeni qoşulan Tahir və Fərman olduqca dözümlü, möhkəm xarakterli uşaqlardır. Tahirlə çox uzun illərdir, hardasa 2016-2017-ci illərdən tanışıq. 10 ilə yaxındır bir-birimizi tanıyırıq və o, UFC səhnəsində olmağı çoxdan haqq edirdi. Güclü zərbələri var, peşəkar döyüşçüdür. Onların hər birinə inamım tamdır. Nazim Sadıqovla da tanışlığımızın 10 ildən çox tarixi var. Biz bu çətin yolu birlikdə addımlamağa başlamışdıq və sonra UFC-yə vəsiqə qazandıq. İndi isə artıq ardıcıl ikinci dəfədir öz doğma vətənimizdə bizə can yandıran doğma azarkeşlərimiz qarşısında döyüşəcəyik. Nazim Amerikada böyüyüb, orada yaşayır. Mən isə uzaq Mərkəzi Asiyada doğulmuşam. Vaxtilə repressiyalar zamanı mənim bütün nəslimi, böyük ailəmi doğma yurtlarından didərgin salaraq Mərkəzi Asiyaya sürgün etmişdilər. Ailəmiz orada çox çətin sınaqlardan keçdi, çətinliklərlə mübarizə aparıb sağ qaldı. Və bugün mən nəhayət öz doğma torpağıma qayıtmışam. Özü də sadəcə qayıtmamışam. Bura kim olaraq? Hansı statusda qayıtdığım həm mənim, həm də ailəm üçün böyük bir tarixi hadisədir. Bu, həm mənim, həm də Nazimin həyatında silinməz bir izdir. Çünki biz köklərimizə geri dönə bildik. Vətəndə bizi hər kəs tanıyır və inanılmaz dərəcədə dəstəkləyir. Əminəm ki, əcdadlarımız, mənim rəhmətli babam, nənəm, ulu babam, böyük əmim bu günü görsəydilər, bizimlə sonsuz dərəcədə fəxr edərdilər. Çünki onlar ömürlərini doğma vətəndən uzaqda keçirməyə məcbur olmuşdular. Ruhları şaddır, buna şübhəm yoxdur. Və bugün bura məhz xalqımı layiqincə təmsil edən bir idmançı kimi qayıtmağımdan böyük şərəf və xoşbəxtlik duyuram. Azərbaycan dilində sərbəst danışmaq mənim üçün biraz çətindir. Bu mənim yaralı yerimdir. Mən elə bir mühitdə böyümüşəm ki, ətrafımda bu dildə danışan demək olar ki, yox idi. Evdə yalnız atam bəzən Azərbaycan dilində danışırdı. Anamsa milliyyətcə rusdur. Ona görə də fikrimi doğma dildə tam ifadə etməkdə çətinlik çəkirəm.
Amma inanıram ki, xalqım məni bu mətndən də düzgün anlayacaq. Gələcək üçün qarşıma qoyduğum hədəflərdən biri də Bakıda daha çox vaxt keçirib ana dilimi mükəmməl şəkildə öyrənməkdir. Azərbaycanlı fanatlara və azarkeşlərə gəlincə, onlara sonsuz dərəcədə minnətdaram. Mən onların hər an arxamda duran o böyük dəstəyini, bizə qarşı olan sevgisini ürəkdən hiss edirəm. Bu insanların idmanı necə sevdiyini, UFC'nin Bakıya gəlişinə necə ürəkdən sevindiklərini görmək mənə böyük motivasiya verir. Söz verirəm ki, şənbə günü Oktagonda və növbəti döyüşlərimdə onları qələbə ilə sevindirmək, hər birini xoşbəxt etmək üçün canımı qoyacağam. Счастливыми в субботу и на будущее. Çox sağ olun. Uğurlar sizə. Təşəkkür edirəm.